Alman alimləri sosial şəbəkələrin, qısa videoların və oyunların yeniyetmələrə təsirini araşdırıblar. Tədqiqatçılar belə qənaətə gəlib ki, 10-17 yaş arası uşaqların sosial aludə olma riski yüksəkdir. Almaniya Araşdırma Uşaqlıq və Yeniyetmələrin Narkomaniyasına dair Araşdırmalar Mərkəzinin mütəxəssisləri tərəfindən aparılıb. Mərkəzin direktoru Rainer Thomasius bildirib ki, onların müşahidələrinə görə 10-17 yaş arası yeniyetmələr medianın zərərli təsirinə, alkoqol və ya narkotikdən 50 dəfə daha çox həssasdırlar. Gənclər arasında asıllıq pozuntuluqlarının tsunamisi ilə üzləşdik. Məncə bunu tamamilə qiymətləndirmirik. Alimlər hesab edir ki, qızlar yeniyetməlik dövründən daha çox sosial bacarıqlara malik olduqları üçün oğlanlar zərərli təsirlərə daha çox həssasdır. Media məzmunu mərkəzi sinir sisteminə yalnız dolayı təsir göstərsə də, zərərli vərdişlərlə eyni mükafat mexanizmlərini təhrik edir və asıllığa səbəb olur. Üstəlik, alkoqol və narkotikdən fərqli olaraq Instagram və TikTokdan daimi istifadə sosial baxımdan qınalanan fəaliyyət hesab edilmir.